yerlerden, adi illerden. Bize çok hikmetler yadigar kalmış, halkımız elimle kemala dalmış. Dinleyin dostlarım, beni bir daha pənah getirirəm göy Allah'a. Ağac vidalanıb sonra verir bar, mən də həmən bardan açıram dastan. Tarix xəbər verir keçmiş zamandan, cürbəcür əyləncə qalıbdır xalqdan. Mən söhbət açıram nərd taxtasından, nərd icad olunur mülk İrandan. Görək hansı aqil tanıtmış onu, gözəl salamlarla tanıtmış onu. Ənişravanın vəzri Mirzə və Səyyad, Bəzrüc mehir etdi o oynayacaq. Gəlin rəhmət deyək biz də ustadə, onun kəlamlarının gətirək yadə. Nərdin açılarkən iki qapağı, hər iki aləmdən verir sorağı. Biri gördüyümüz ömür binası, ikinci bir rüya, fani dünyası. Gördüğümüz nereden var 30 taşı, 30 günün sonu bir ayın başı. Eğer nəzər salsaq biz bu daşlara, 15'i ağ daşdır, 15'i qara. Ağ daşlar bize nişan verir gündüzü, qara daşlar gecədir, şəh geçərdir. Orada göze çarpır 24 xanə, günün saatlarını getirir sahne. Bəs niyə bir yerdə deyil xanələr, altı olub o viranələr. Bəs niyə bölgüsünə bölünür onlar, yəqin burada böyük bir sir var. İndi həmin sirlər olub tanış, o da 4 fəsildir, yaz, yay, payız, qış. Bəs zərlər nə deyir o qoşa zərlər? Bəli, bəs zərlər nə deyir o qoşa zərlər? Bütün dünyadan bizə verirlər. Əvvəl piyalədə hərlənib onlar, görün bir ustaddan hikmətə bir bax. Əvvəl piyalədə hərlənib onlar, görün bir ustaddan hikmətə bir bax. Səmanı bənzədib bir piyaləyə, ki ayla güneşi oradan eyleye. Demek, zərin biri aydır, biri de gündür, ona inanmamak qeyri-mümkün. İndi növraq verək xallara bir görək bu xalların mənasını. Mətləbdən kənar bir çox dostlarıma mənim sözüm var. Biz nərdi sayırıq adi əyləncə, fəqət adi deyil bu oyun məncə. İnsan yaratsa da bu cansız cismi, zərində hək olub Allah'ın ismi. Bəzi aqil olub anlayan kəslər, pulla nərd oynayın mədafil etməz. Bəli, ay Allah verdi. Dedim, yeş bir Allah, sən oldun agah, bəs düy nədir? Düy iki kəşanədir, o həm göylə yerə bir nişanədir. Sə nədir? Sə, üç içkidən məlumat, cəmaət məqamət, bir də heyvanət. Cahar nədir? Cahar 4 ruzidir bu, o da insan üçün, od, hava, torpaq və su. Pənc nədir? Pənc 5 duyğudur, bunu bil, o da insan üçün, göz, kulaq, ağız və burun, dil. 6 cəhət, 6 yol, yuxarı, aşağı, ön, arxa, sağ və sol. Nəhayət yetmişdir xalqların cəmi, qaranlıq gecəlir ay həngəmi. Ulduzlar bir anlıq bəzər səmanı, çıraqlar eyləyir bütün cahanı. Əgər bilmək istərsən, o 7 nədir? O həm səyyarədir, həm dürganədir. Şahin də yadiyar, yazdığı şeiri, gelmiştir sevgi. Sağ olun, çok sağ olun. Herkes bu sözü diyebiliriz. Var olun.